Sponsor Hell Energy. Sponsor Fiber keramik plitə yapışdırıcıları. Kreativ partnyor Idea Factory. Partnyor Cafe Park. Bu leyli açıp kızıl gülleri bu leyli oğlanı yoldan eyler bu leyli kızın şirin dilleri bu leyli aleyli leyli leyli bu leyli aleyli leyli leyli. Diyanın hara? Kaka adı nədir? Müəllim zəh vurmuşdu. Dedi yeyib içirəm gəlin satsalım məni əyləndirin. İndi sən də rədd ol. Keçən ikimiz də məşğul olaq. Əvvəla müəllim hələ gəlməyib. İkincisi də ki, müəllim dedi ki, içəridə bir xanım var. Hə. Keçsinlər, onu əyləndirsinlər, mən də yoldayam. Gəlirəm. Yaxşı? Deyirəm, müəllim yaman ovçuluq eləyir ha. Gündə bir maral vurur gətirir. Görəsən indi hansı maraldan gəlib. Hə, yaxşı, gizləməyin. Bu da keçən dəfəki biabırçılıq deyil. Müəllim oturub xalası ilə yemək yeyib, girmisən içəri ki, ay müəllim, bu xalaşqayı hardan tapıbsan, ayıb. Hə qaqa can elə deyil. Mən hardan bilim onun xalasıdır. Sən görmədin o xalasının razrezi düz baba buradan başlayırdı. Model yerdi də olmalıdır. Maliyet yerdi. Başa düşdünüz? Ok. Ha, başa düşdü. Hadi rədd ol. Keç. Aleyli leyli leyli bu leyli açıp kızıl gülleri bu leyli. Tapdın. Adı nədir? Bayaq barabar gələndə nə dedin? Dedin girəcək içəri görəcək rəis maralla oturub. Deyim maral. Zebra. Demə, ay duman. Bu xanım mənim uzaq qohumumdur. Ay Pərvana, sən bunu nə etsən? Sənin neyinə lazım mən bura nə gəzirəm? Bax sən kimsən axı? Sən atçot verəsiyəm. Rəislə işim var. Sənin rəissən nə işin ola bilər? Sən bilmirsən ki, biz qohumuq, uzaq qohumuq. Ay Pərvana, sən ölürsən, səni bu sazdan kökləyərəm ha. Mənə bax, kökləyənsən, get bibi kökləy ha. Xəbərin yoxdur bibindən. Neçə ildir məhkəmələrdə süslənir. Xəbərin olsun, darıxma, bir ilə içərdədir. Heç narahat olma. Vay. Salamlar. Çıxıtdım var. De. Dumar. Tapdıq. Aşıq. Necəsiz? Yaxşı. Xoş gəlib, səfa gətirmisiniz. Tapdıq. Davay da bir şey elə, bizi Feyziya belə. Görəs, kefim yoxdur, qoy duman desin. Kefim yoxdur, yox. Tuman, davay sən de. Duman. Yaxşı. Keyfini pozma. Davay. Müəllim, adı nədir? Bu yanındakı xanım o qədər şirindir ki, o qədər gözəldir ki, barabar o qədər siz yaraşırsınız bir-birinizə. Adam belə xanıma baxanda dili quruyur. Adam belə gözəlliyə baxanda boğaz quruyur. Adı nədir? Adam belə şirinliyə baxanda dilçə içərdə qurur. Bəli, çox sağ olun. Bax. Adı nədir? Başqa aləmdir. Deyir, başın qoysun çiyninə, saçın töksün sinəsinə, başın qoyub dizinə, elə orada qalasan. Səhər günəş çıxanda adı nədir? Elə orada qalasan. Sağ ol. Orada qalasan. Gözəl. Əla. Sağ ol. Ay, nə bəy tərif edirsən, bilmirsən mənim qohumumdur? Hə, cərə qohumdur, cəhənnəmə qohumdur. Adı nədir? İndi uzaq qohumdur, yaxın qohum deyir ki, bəlkə də məndə də var. Sizdə də var. Nə bilim, adı nədir? Bəlkə də araşdırsın var. Nə bilim. Tapdıq, bir tarsa. Səndə antiqa anekdotlar olur, onlardan bir dənə danış. Hanım da gülsün, biz də gülək. O öpüşü danışma. Danış. Deməli rəis, bir gün bir oğlan bir qızın yanağından öpmək istəyir.
qız ona icazə vermir öpməyə. Vay 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 vay. Oğlan deyir, niyə icazə vermirsən? Deyir, evlənəndən sonra öpərsən. Oğlan da deyir ki, evlənəndən sonra axı ərin qoymayacaq öpməyə. Hə. Qoymayacaq öpməyə. Ne kadar evlenmemişim olar bir tane yanağımdan öpüm. Ha? Sanım, bu dəqiqə bu sazı bozamıram. Hadi yaxşı da bildirmə. Ha, gör nədir, hə? Adı nədir bildirmə. Şu yoxdur. Gör nə edirəm. Belə olmaz ay. Müəllim. Hə. Qoy bir dənə sizə aid bir şey var onu deyim. Ha buyur. Deyir, bizə pul verirsən, adı nədir? Qoy var olsun əllərin. Sağ ol. Qoy həyatda titrəməsin dizlərin. Yanındakı mamlimatan gözəlin ləvlərindən öpmüsənmi? Ləvlərindən öpmüsənmi? Adı nədir? Ay, duman ləblərindən oxumusan, bilmirsən ki, o mənim qohumum. Hələ çəyərə qohumdur, cəhənnəmə qohumdur. Bayaq dedim, poşun gəlmir, bas bayrağı. Hara gedim, hara gedim? Bas bayrağı. Ortalıqda pul var, mən hara gedim? Heç nə rəis, qoy mən deyim. Adı nədir? Bu pərvanə, bunun yaxın. Xalq söylə bir də, ay rəis, sən Allah bağışla. Qoy deyim, rəis də bilsin ki, pərvanə sənədir, adı nədir? Sözdə danışarıq, keç. Nərbalamız isə başqa bir aləmdir. Həyat yoldaşı Şamama ilə yollarda qalan bu saflığa imkanlı Qədir müəllim qız vermir ki, vermir. Bu tərəfdən həyat bir mübarizədir deyən Nərbalanın mübarizəsi bitmir, digər tərəfdən isə imkansız qohumuna qızını vermək istəməyən Qədir müəllimin variantları. Yantarlı, ətirli, şahıdır süfrənin. Səhər soğuqda tezdən xaş eyim. Yantarlı, ətirli, şahıdır süfrənin. Qohum evi, bax, qohum evi. Qohum həyəti. Gəl, gəl. 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 Ay Nərbala, bu nə oyunu Hə. başımıza gətirirsən? Səhər tezdən altıda elçilə yağar, yuxum gəlir. Az 5 saat. Səhər sənin gələn təklə gidən nəfsi. Yoxsu gəlir. Mən bilmirəm deyəm, səhər sənə 6-da şey olmaz, elçilik olmaz. Mən də bilirəm də, mən taxtabaşam, gicəm, dəliyəm, mən nəyəm? Nərbala, dartıb protez ağzından çıxardaram, ağzını sözünü bilməzsən. Taxtabaş deyib mənim atamın kliçkasına lağ eləyirsən? Sən görüm, sürüş burada ne? Bir dənə taxtabaş hələ sənin atındır. Sənə kimi yatmamışam, xaş eləmişəm ki, bu müəllim xaş xoşlayandır da. Yesin xaşdan, zəhərlənsin araqdan, ondan sonra olsun piyan, qızı versin bizə gedə toyumuza eləyəcək. Mən gör bilmirəm. Ulan az, sarımsaqcan hamısını götürmüşsən. Hə, hamısını Gəl, götürmüş. gəl. Qədir. Nənəmin nəri. Qədir, nəri gəldi. Qədir. Nərbala gəldi. Sabahınız xeyir olsun Qədir müəllim. Sabahınız. Bağladı ki. Qədir müəllim. Qədir müəllim, mənəm üçün uzaq qohum, Nərbala. Nərbala, saat 6-da adam evinə gələrlər. Qədir müəllim, sizin üçün qəşəng xaş eləmişəm, ulan ha. Xaş. Hə. Gəlin, keç. Gəlin. Keç. Gördün, malın dırnağı səndən hörmətlidir. Yenə at. Malın dırnağı səndən hörmətlidir. Ya mən bilmirəm. Nə var, nə yox. Bax. Gör necə pişirmişəm, gör. Super. Xaş belə oları kley kimi. Vur divara, üstündən də bir dənə aboy. Bu nə Necə yapsan? Xaş bu Necə xaş? şərbətdir, şərbət. Bu nə də? Nərbala. Gəl bir. Əllərlə vurmaya səndən. Mənə, no. Qədir müəllim, mən vurmuram. Xaşdan araq. Bilirəm, xaşla görmüşəm, amma mən yox da. Mənə düşmür. Bax, 50 qram içən kimi oluram nə? Bu bilir də, əl meymunu. Keçən dəfə qonşunun toyunda içmişəm. Xatuba rəqsi. Necə bu palatkanın turbasını datmışam. Bütün camaat qalıb palatkanın altında. Lümbələm lüt oynayırmışam. YouTube'da var, yaz Nərbala lüt çıxır YouTube'da. Oldurum da əllərlə vuraqdım, xaşdan sərdin olur mu? Yo. Niyə də? Niyə onu böldük? Həm də mən zarülyomam. Zarülüm. Zarülüm, hə. Arvadın maşını sürənmir, sürərsən də Şamma, yox. Yo, sürə. Az birdən maşın sürmək istəyərsən ha. Mənim başım götürmür ha, Qədir müəllim. Arvad maşın sürdü, mənim xoşuma nervinli oluram. Ha, Nərbala. İndi bu Rumka
Belə göydə qalacaq mənim əlimdə. Ayıbdır ha. Yox, tək vur, tək. Ay Qədir müəllim, sözün ma, sizlə çəkəcəm. Ay sağ ol, bu başqa məsələ. Şamama, sən nə eləmək istəyirsən? Sözün ya Qədir müəllim, sözün. Bir dəqiq. Haycan. Orada turşunu ver bana. Turşunu gələ, yandı. Tezələ də. Gələ, gələ. Ağzım yandı. Şamma, gəl birində süzüm, birində süzüm. Gədir mənim. Sözün ya Qədir müəllim, taşı gərək araqla yeyəsən. Sözün dağı gəlsin, sözün. Az Şamama, sən vuran imişsən. Ay, elçiliyin xətrini edirəm, bundan alqaşam mən. Sən başlatalar sözünə. Onda az vur, bir abırçılıq olar. Qədir müəllim. Siz heç soruşmursunuz ki, biz səhər-səhəri bu az qarına bu xaşı nə üçün götürüb gəlmişik sizin evinizə? Sağ olsun. Niyə götürmüş Şamma? Nə Amma gəlmiş? nə deyim, mənlə söhbət elədim, mən sənə sual verdim, mənlə danışdı. Mənim ki, yeyib sən adamlarla tutur. Sən bekar qalma, bu nara təmizlə arada ver bizə. Nar Mənim ki, belə təmiz. adamlarla. Sənə nə söhbət edim şimdi? Qədir müəllim, Getdik. Şamama, öyümüzü yıxarsan, yavaş-yavaş. zatkniz də, nərbala, zatkniz. Qədir müəllim, gəlin bunda çək, qızımızın sağlığı. Sağ ol. Az elə sonra. Sağ ol. Bir dəqiqə deyən onu Qədir müəllim, mənim beynim təmiz söndü ya. Elə şappaşara bıyıqdan vurursunuz, o deyir nar doğra, bu deyir limon doğra. O arağı ver mənə. Ver arağı mənə Qədir müəllim. Mən sizə sübut edəcəm Ha, buyur ki, getsin. arağı xaşla necə içərlər. Şamama, bax Şamama. Şuna. Sağ ol Nərbala. Gördün Qədir müəllim, arağı nətər içərlər xaşla? Xoşum gəlir, xoşum Var arağın, gətir birində. İçmişəm çaxır, gözlərim axır. Mən baxan yara, gör kimlər baxır. Ha, gözlərini dur, gedin yatın, gedin yatın, durun. Dur, evə. Gedin yatın, gedin yatın. İçmişəm çaxır, Naz, yatın, gözlərim sağ ol. axır. Get. Mən baxan yara, düşkanlarıma. Qaşdan sonra yatarlar. Hə? Elə siz dedim bunları. Yaxşı elədim, siz dedim. Özləri də bilmədilər ki, mən qapımı niyə gəlim. Sayan hə, mən pisdən qohum ola bunlar ama mən xalis. Buğlamamızın növbəti qəhrəmanları isə Hamlet və Ulduz cütlüyüdür. Münasibətləri o qədər qəlizdir ki, bir-birinin ətini də yeyirlər, sümüyünü də. Hamlet həddindən çox içir, Ulduz isə normadan artıq deyinir. Bu ailədə baş verənləri təsəvvür etmək çətin deyil. Mənim günümə baxır, şalvarın ortasına bax, çırıq. Hə, mama. Hə, heç nə. Gəldin. Mən də heç də Hamletin şalvarının ortasını tikirəm. Cırılıb na boyda. Ha, hə, düz zamokundan belinə kimi, na boyda cırıq. Hə. Yox, kişinin oğlu da bu toyda qoçarı rəqs oynayıb, şpagat aça-aça. Hadi da bir yabıçılıq, başıma onu gətirir də. YouTube'da da var, hə, YouTube'da da. Hə. Güya axırda, hə, rəqs edəndən sonra cəmaata baş əyir. Utanmaz. Heç nə elədim? Bıraxmadım ki evə. Dedim, yat qal blokda. Day, bir yabırçılıq. Axırda nə olacaq, hambalçılıq mənə qaldı da. Gecə 5 idi, üzbəüz qonşuda qapını döydü ki, bloku yuyub, bu blok nə haldadır. Day 5 dəfə şampunlu suyla yumuşam, iyi gedmirdi ki. Nə bilim, an verib də, göy içməyəcək də, an verib. Şudonum var. Bilməm, davıcı bezimişəm, inanırsan. Mama, deyən qapı döldü, gəldi bu. Deyən yığaram səni, sən ala, gözlə. İstanbullu gəlin, hə, ondadır da, onda. Gördün də. Vay, Sürayə ilə Esmanla başına oynaşdı onunla. Fərux, hə, yığaram, deyən mama, deyən gəldi o, yığaram. Bir saatlik qapını döyürəm, açmır.
Necə mal başa rast gəlmişəm. Ay qız aç qapını da. Açıram da Ahmet, nə oldu be? Bir saatlik qapını da öyrənmə. Nə bir saat indi döydün, nə qapını? İndi döydü. Serialın başlamamışdan 15 dəqiqə qabaq stolu qoyub oturursan televizorun qabağında. Bilirsən işdən gələn vaxtımdır. Yarım saat qabaqdan gəl mıxlan bura qapıya. Bu dava Arağın davası deyir. Mən uşağım bilmirəm. Gel içəri. Davana 2 gündür içmir. Gel içəri. Get. Malı baş. Yeri. Gəl, gəl. Gəl. Şalvarımı tikirəm də. Şalvarı tik. Mən sənə demişəm şalvarını tik. Nə şükür gəldin. Saat 7-dir. Mənim yeməyim elə hazırdır. Verirəm də. Əti hazırdır, bir də xıncal da süzün verirəm. Ha. Nəyi? Xıngəl. Uf. Xıncal eləmişəm də. Xıngalla nə gedər, nə gedər. Nə gedər Hamlet, nə gedər? And içmirsən ha arağa. Nə gedər? Sirkə gedər, qatıq gedər, sarımsaq gedər. Nə gedər? Səbrin olsun da. İndi xıncalı verəcəm ki, axşama pütə eləmişəm, sabaha da dırnaq almışam. Xaş. Şəhərə. Hə. Uf, sən məni öldürmək istəyirsən? Hə? Bax belə dərd olar, indi xıngəl. Sonra piti, səhər də xaş. Sən məni bədbəxt eləmək istəyirsən oldu? Hə? Sən öləsən, sən bunu bilə-bilə eləyirsən. Ölənlərimin göğrü qalanlarımın ruhu sən bunu bilə-bilə. Mən səni boşayacam ulduz, darıxma. Ay, yazı məni boşayana bax. Utan, əynindəkilərdən utan. Bütün üstün başımı anam alıb. Nə alıb, azam? Şalvardan tutmuş, obursuna kimi anam alıb. Anası alıb. Anın alandır, dədivi alsın da. Yayda altdan polver gelir, üstten qolqısa közlər. Alıb. Alıb, hə, alıb. Davay, dur az zəhərlən. Dur get dükandan al zəhəri bir gəl. Nəyi alıb? Araq bu da. Alım hə, bir dənə alım, sən can. Bir dənə alım. Uf, deyir alıb, bəh. Xaşla nə gedər, nə gedər. Yaşamalı dövrandı bu, hoppa. Yaşamalı dövrandı bu, hoppa. Dili. Ayıbdır, iki kişisən, iki kişisən. Vay. Bir dənə yarım, bir dənə 700. Necə sevinirik. Arağa görə görək, kül sənin başıma. Kül. Gedirəm Kremlin yanından, əlimdə hel. Natasha minə qavaret, kuda dedim ha, hel içirsən köpək qızı. Teymura! Sırası gir qoluma. Ay Teymura! İzviniyəyiz. Nədir? Aca kömək elə dala da. Qalmışam tək dana, cəmaət də orada, ayıb daxı. Nəyə kömək edim? Ged işimi gör də, nə kömək Ana lazım? istəməcə adam sala. Gəlmirəm. Papaq yaxsın. Əl çək də. Bu nə dala? Nədir? Bu nədir belə? Hel için. Yaxşı el edirəm, ver bula heli. Gizlin hel için. Hel için. Dedim gəl yasta hel verək, dedin yox. Bulaq suyu. Ne dedim bulaq suyu? Vay bak mama. Ne Bu mama hel lan, için, ne ay mama? mama. Bu Gizlin uşaq. hel için. Vay. Harda qalmışdın? Baş sponsor Hell Energy. Al kapı. Gəl. Hərəmizə bir məşhur bəsdir. Hərəmdə. Gəl lan. Duman deyir hərəmizə bir meşhur bəsdir. Min bərəkət, min qaqacanı belə yox, belə bəsdir. Sən gedir ki, məsə gəlsin. Dəy. Bəsdir. Çox bəsdir. Duman dedi. Dedi içime şok gətir. Belə yox, belə bəsdir. Əsirəməyəcəm. Mən əlimdən tut. Əlimdən tut əsirəm. Dayan. Fiber, adı nədir bilsəydim bundan 50 meşok deyərdim. Kafirlərim qalıb yarımçıq. Duman darıxma, müəllimin qabaqda nə qədər məlbisləri var, deyərik də. Sponsor Fiber keramik plitə yapışdırıcıları. İndi isə sizə sadə kəndli Qaşqay və Rusiya bazarlarında ad çıxarmış qardaşı Teymurazı təqdim edirik. Onların illərdir bitib tükənməyən bir problemi var. Mülk problemi. Pap, sən getdin, mən qalanmayacağım, mən çıxıb gedəcəyəm. Hayıb səndən, pap, hayıb. Kişi getdi də, kişi də. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10.
Adin açıt. Neydi la Adin açıt? 12 açıt, 13 açıt, 14 açıt, 15 açıt, 16 açıt, 17 açıt. Teymuraz, nə 18 edirsən? açıt. Nə diyor? Nə ölçürsən burada? Bilirsən nə var? Qaşqay, bir sən necədir? Adino slova skажу тебе, принимай. Qalavu принимай. Mən səninlə bir həyətdə qalamayacağam. Mən çıxıb gedirəm. Həyəti də belə centrdən böyləm. Sənki səndə qaqaş, mənki də məndə də. Ayıb deyə, yastısan sənə. Bir cama baxır axı. Qoy olar geçsinə sonra ölçərsən də ala da. Ola baxsın da, nə inirəm bəyəm ki? Ala el kişi də məşğul ol. Necə nə inirəm, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Ha Teymuraz, Bu belədir. Hə. bu addımlarla nə sayırsan burada? Bilirsən necədir? Yox şey deyə, atamızın yetkisi olacaq da. Adam çox olacaq onda palatkanı böyüdürük. Onu ölçürük ha. Əşi, siz elə bu balacanı doldurun. Ha. Ondan sonra böyük palatka axtararsınız da. Tovuzun tabutun götürməyə adam tapmırdınız, Ha. İndi palatka axtarırlar. Ты слыши меня, брат, слыши. Adam tapmırdıq, 2 dənə dağ boyda oğlu var. Buna bax, bir dənə mənim boyuma, buxunma, bir dənə mənim qırqızıllığıma bax, bir dənə mənim plaşma, vicma, fasonuma bax. Bir dənə oğlana bax, dağ boyda oğlu var. Adam tapmadı, uzatı atamızı avtokarla apardı. Gördüm elə oğlanların da. 200 də elə bir adamsınız. Teşdə elə, teşdə. Düz idi, ala düz idi, ala. Torpaq ölçülməlidir. Düşməyəcək, sənin burada torpaq düşməyəcək. Bildin? Nə üçün düşməyəcək mənə torpaq? Düşməyəcək. Bəlkə mən bu kişinin oğlu deyiləm, hə? Bəlkə mən başqa kişinin oğluyam. Mən bilmirəm. Gəlmişəm dədə həyitimə. Это мой жизнь, это мой həyat mənimdir də. Necə sən deyir, 30 ildə bir dəfə atomla maraqlanmadın. Nə üçün Düşməyəcək də, bax cimdi də düşməyəcək Mən sənə. heç maraqlanmadım. Düşməyəcək. Allah rəhmət eləsin. Sağ ol, tələb. Spasiba, brat, spasiba. Yassı mənim ağzımı açdırma, ayıb deyir. Ha. Eləmə belə şeylər. Ha, ha. Mən sən gör necə adamsan, necə oğulsan ki, mən sənə pul göndərmədim, bildim. Ha. Resepti göndərdim ki, dərmanları al göndər bura. Ha. Onu da eləmədim. Ha, gözündən gələr, gözündən gələr. Ayıbdır sən. Ha, nə eləmsən? Gözümün içə, və mən göndərdiyim araqlar nə idi? Ha? Yeşik. Mən yeşik araqlar göndərdim ha. Səhər kişi az qarnı içirdi, bütün mədə bağırsağın yurdu. Şişə göndər, satmağa göndərdin. Ne olsun işte, həm də içə satırdın. İçərsə satırdın. Ha, nədir? Eşidirsən mənə Ha, da, var? ha. Eşidirsən Qaşqay? Ты меня уже нервичишь. Sən can ты меня уже nервичишь. Düşməyəcək də, sənin torpaq Bir dənə düşməyəcək. qulaq as. O kanalizasiya dartan maşınlar var ha, şlankla. Şlankla sağ. Sənin canın üçün o şlankı bax fırtıltı ilə dartaram başqa həyətdən. Qatıb buraxaram su palatkanın içinə. Bütün yasalar fırtıt. Qaşqay, molla deyir ki, biraz sakit olsunlar da. Səssiz palatkaya gəlir. Ha, yaxşı ki, molla iskəyidindən ki, duanı oxusun, cəmaatı yolu salsın. Yaxşı, get. Allah iska da çox qəribə mən belə Görürsən sən necə adamsan. Həm də Bir mən. də amma bir dəfəli bil ki, sənə torpaq düşməyəcək. Sən də Qaşqay bəri gəl. Sən ki mənim əsəblərim Vurma, var. mənə vurma. Ya vurmuram sən. Vurma Sən ya. vurmuram. Vurarsan. Ala söz deyirəm bəri gəl. Adam ol. Lan məni. Adam ol. Vurma, vurma. Adam ol. Adam ol. Ay baba. Sən adam ol. Mamul olsun bəri gəl. Sən adam. İndi südə burada. Ay baba. Abala, bu rəhmətlinin oğlandan arada bir baş sağlığı verək onlara. De, qırırlar bir-birlərini. Nədən niyə durursun? Tamam qaytarma bana. Tamam qaytarma bana. Не слышит меня. Не слышит меня. Не слышит. Sənin sözlərini başa. Sonra ortayı. Bəri gəl. Arzuman və Neftullah isə təmir sahəsində öz sözünü demiş ustalardır. Bakıda təmir olunan hər 3 evdən birində bu qəhrəmanları görmək mümkündür. Hər kəsi isə yalnız bir sual maraqlandırır. Görəsən bu qədər işi onlar necə çatdırırlar? İtib batmısan necəlisən, tanımadın məni elə bilsən, şəhərli elnarə deyilsən, əcəb gözəlləşmisən ölmüş. Necə? Ay, Düşdün başıma mənim bordada. Neftullah, gəlib o rozetkanı da bura çıxaq gedək də. Mamet mənim bizi gözləyir axı. Deməyəcək ki, gediblər sudan içən 4 saat yoxdular. Gedək getməyinə, indi gedək. İntası birdən Mariya xanım gəldi yoxladı. Bir rozetkaları yapışdırırıq. Tokun çəkməmişik, şunurun çəkməmişik. Bilirəm də top yoxdur da. Gəlin bunu yalandan edək. Mariya xanım gələndə görsün ki, biz nəsə iş görürük də. Gedib Mamet mənim kimin evinə bir kvadrat su vaxt çəkiyor. Sonra mən deyəcəm ki, mənim davlenim qalxdı. Təzim qalxdı pisəm. Skoro pombuş çağır. Skoro pomoşdan da çıxaq gələk bura şunur çəkək. Birdən Mariya xanım gəldi baxdı ki, tok vurmuşuq, şunur çəkməmişik. Hə? Onda necə olacaq? Keçin dəfə də belə düdün. Düdün gəl hamama unitazı qoyaq qaçar. Heç turbaları çəkməmişdik. Kanalizasiyanı çəkməmişdik. Mariya xanım gəldi, sifonu bastı, su getmədi, haqsabları bizə təmizlətdirdi. Baxan gör, buna baxan gör. Birdən baxdı. Baxmayacaq. Mən dur baxdır, baxacaq. Şimdi nə lazım be? Gəl. Bilmirəm mən. Gedək də. Dayı mən bilmirəm. Baxan gör.
Yaxşılaşdıq. Siz hara gedirsiniz? Cemaat saat 12'də işə gəlir. Siz hara gedirsiniz? Getmirik, Mariya xanım, getmirik. Yox, getmirik, hara Getmirik. Söylə bu damafon quraşdırmışıq. Onu yoxlamağa çıxırıq, görə necədir? Elə mən indicə çöldən gəlirəm. Gəl. Orada damafon quraşdırılmayıb axı. Necə quraşdırır? Sən quraşdırmamısan Ərzuma? Yox, gedirik quraşdıraq da yerinə baxaq. Yeri yaxşıdsa quraşdıraq. Bəli. Yaxşı, keçin görüm, baxım görüm siz orada nə iş görmüsünüz? Mariya xanım, evi görsüz tanımayacaqsınız. Da. Gözəlləşib, qəşəngləşib. Hə. Keçin onda, keçin baxaq görək. Mariya. Görüm Tamam, orada nə iş görmüsünüz. Dəyişib. Gəlin. Hə, daha 2 ildir dolanmısınız məni. Bəli. Pul ver Mariya xanım, Bəli. ver pul. Pul ver pul. Evlilikdə Keçin baxın. gözəlləşib, baxın, görün necədir. qəşəngdir. Buyurun Mariya xanım. Bəh, toza torpağa bax Mariya xanım. Gözəldir, qəşəngdir. Gəlin baxın, gəlin baxın. Gəlin baxın. Buyurun. Görün siz burada nə eləmisiniz? Görüb deyəcək, özünüz deyəcək. Və Mariya Siz xanım, bax. nə eləmisiniz? Mariya xanım. Mariya xanım, bax, Gözəlliyə bax. rozetkalar vurmuşuq. Divara hamısını. Sluşa, Bax. elə deyirsiniz ki, baxın görün nə olub, nə olub. Nə eləmisiniz ki? Elə hər şey köynə qaydadadır Yo, da. niyə ki, bax, rozetkalar vurmuşuq. Divara. Görün necədir. Rozetka düzəltmişsiniz, işıq çəkmişsiniz. Bu başqa məsələ. Bu çox yaxşı oldu. Elə telefonumun zaryadkası yox idi. Telefonu taxım zaryadkaya qoyuyorsun. Mariya xanım, lazım deyil, hələ lazım deyil. Niyə? Mariya xanım, o bir məsələ var, deyirlər, təzə evə, təzə gələn rozetkaya nəsə salanda ruzuda bərəkətli olar. Ölmüşdü o gəlin. O gəlini bəyən mən bura köçürdəcəm. Xeyr, gəlin burada yaşasa qudurar. Gəlin şəhər kənarında 2 otaqlı evdə yaşayacaq. Bu qədər, bəs edər. Hə, indi qoy mən yox. Mariya xanım, üzr istəyirəm, üzr Bəli. istəyirəm. Deyirəm təzə evdir. Aha. Göz də gəl, nəfis var, nəfis. Onda bir dənə üzərik yandıraq, üzərik. Ondan sonra taxaq. Daslaşın evdə. Da, da. Göz. Nə göz deyəcək? 4-5 manatdır da vurtut onun qiyməti. Sən də qoy bir taxım telefonum indi zərətqadan öləcək. Mariya xanım, Da. üzr istəyirəm. Bir Da. dəqiqə dayanın. Siz belə nəsə Bəli. yaman belə şübhəlisiniz. Bəlkə Yox, nə bəlkə, yox, Mariya xanım. Aha. Qoy taxsın. Niyə eləyirsən? O da şübhələnəcək ki, biz nəsə iş görməmişik. Taxın, taxın. Taxın Mariya xanım, Yaxşı, taxın. yaxşı. Taxın. Taxır, bədbəxt olduq. Yığır. Sluşi bu iş dəmir ki. Dəmir, Yığmır. bu tərəfə taxın, o bu tərəfini taxın. Çıxardın az. Çevirin Çevirin Mariya o bu xanım. tərəfini. Yığmır. İşdədir. Yenə də yığmır ki. Yığmır. Onu belə də çevirdim. Elə də yığmır. Gördün, İşləmir yığmır. bu. Ha. Siz bəlkə buna tok çəkməmisiniz? Yo, Mariya xanım, adaptörümüz xarabdır. O. Dedik, baxın. Qırıq. Sluşi sən nə danışırsan? Bu originaldır. Originaldır, yəqin. Original da. Bu siz yəqin ki tok çəkməmisiniz ora. Yoxlayaq. Biz elə alçalıq eləmərik. Eləmərik. Heç vaxt. Da sizdə nə desən çıxarız? Nə danışırsınız siz? Biz elə şey Mariya xanım, mən sizə sübut edeyim orada tok var yoxsa yox? Bəli. Mən sizə sübut Da, bir edərəm. şey gətir, yoxlayaq, baxaq görək. Bəli. Burada tok var ya, dəmirdən yox. yox, Gətir. yox. Mariya xanım Gətir, da. işləyir. Elə şey lazımdır mənə. Yox. Sluşay, Nəyimə bax? original, heç toku var yox. Yoxlayır. Gəl yoxla. Bax, İşləyir. mən sizə Tax sübut edəcəm ki, burada tok var yoxsa yox. Tax ora. Vurdu, tok vurdu. Tok vurdu Mariya xanım. Ömerayet. Təzələ, maşını xodda buna aparaq ələtə həkimə. Saçım, şəhərin ortasından yer zəraz verir. Bunun həkimi ələtdədir. Gəl maşını xodda tezələ. Хорошо, Tezələ хорошо, öldü. хорошо. Evim yıxıldı. Bədbəxt oldum. Pul da qoy. 10 manat, 15 manat pul da qoy. Getdi. Getdi, qışqırma, ulama. Getdi? Əla oldu. Gedək bu ilə bizi düşürsün ələtə. Hə. Gedək Məmməd mənim evinə. İşimizi görə gələk. Gedək. Gəl gözləyim Gedək, Məmməd. top da çək ora, top, şunur da çək. Gəl. Mariya xanım, nə ed gəlir?
Gör, məni boyda ağsaqqal kişi deyir ki, həddimi aşmısan. Mən ömür boyu oturuşuma, duruşuma, yeyişimə, geyişimə fikir vermişəm. Mən heç vaxt həddimi aşmamışam. Ağsaqqal, mən demirəm ki, siz həddinizi aşmısınız. Siz surət həddini aşmısınız və siz surət həddini aşdığınıza görə 50 manat cərimə olunursunuz. Ağsaqqal, sizin nədənsə narazılığınız var? Əşi, sən də yığışdır bu üç turballı oyna, elə bir trapdan müsahibə alırsan. Bəli, mənim şikayətim var. Qoy deyim şikayətim, kim sən çəkirsən? Qol xaçım yadım, hamısı yerindədir. Keçən dəfə bu vətəndaş Rəhimov məni yolda saxlayıb, mənim burada saxladı. Dedim, mən niyə saxlamısan? Mənim yerimə qəşəng bir qırmızı maşında Mamli Matan xanım olsa saxlayardın. Əksinə dedim, sən ona nömrə verərdin ki, sənə nə qulluq eləyim. Və mənə niyə eləmirsən? Bilirsən o qızla mənim fərqim nədədir? Çünki mən Burcuda yerimmirəm ona görə. Çünki mən düymələrimi bura qədər açmıram ona görə. Ağsaqqal, mən sizə həmişə bir ağsaqqal kimi hörmət eləmişəm. Çox sağ ol. Düzdür. Siz indi kamera qarşısında məni şərləyirsiniz, mənim haqqımda danışırsınız. Şərləmirəm, amma olanı deyirəm. Keçən dəfə məni bu gördüyünüz yolda saxlayıb, mənim maşınıma bu uzunda durma. Soğ quruşu itirəm, deyir ki, mən səni cərimə eləyəcəm, maşının düstülür. Nə tər məni cərimələdirsə, mənim düstü bu quruşu itirəm çox çıxdı. Keçən dəfə mən işıq pulu ödəməyə gedirəm, məni burada saxladı. Dedim, nə olub, dedim, maşının qabaq farası yanmır. Götürdü, məni cərimələdi. İndi mən bilmədim, işıq puluna falan verəm, yoxsa qabaq faranı aparam, pulun verəm. Ağsaqqal, ayıb olsun sizə. Siz məni şərləyirsiniz kamera qarşısında. Xeyr. Mən sizə həmişə hörmət eləmişəm, bir ağsaqqal kimi. Çox sağ olun. Mən də istəyirəm ki, sizi YouTube-da görsünlər, sizi tanısınlar. Keçən dəfə də məni saxlayıb, düşdüm, həddidir mən nədir? Hamısı sənədlərim yerindədir. Nəyim çatmır? Nə olub? Dedi ki, siz maşını qırağa verəndə pavrotdiki işığı yandırmamışsınız. Ağsaqqal, mən sizə cəriməni yazıram, gedib ödəyərsiniz. Sən onu eləməzsən, sən yaxşı oğlansan. Mən şikayətimi geri götürürəm, mən Rəhimovdan razıyam, gözəl insandır, o bunu yazmayacaq, mən bilirəm yazmayacaq. Xahiş eləm silin, o bayaq yazsın, onları silin, belə silsin. Mənə fərqi yoxdur, silindi, silinmədi, siz cərimənizi ödəməlisiniz Ağsaqqal. Çox sağ olun. Cərimənizi ödəyərsiniz. Çox sağ olun. Buyurun. Yazdın eləmi? Çəkin mənim şikayətim var. Görürsünüzmü, mən onun tərəfini saxlayıram, o gələ məni cərməliyir. Mənim şikayətim ondandır ki, mən ya bu kəsdən köçüb gedəcəm, ya da mən gedib özümü asacam. Mən gedirəm özümü asacam. Çox sağ olun. Başladı hekayemiz. Son bir sakalama otursun kapının ağzında. Düz demem, düz dedi ya. İçərisinə o qalıyor, diyorlar. Mato! Gitti Maria, gitti. Şurayı buraya diyorsun. Ses gelir, kamera gelir. Dikkat. Tamam.